Bismillah. İmam Mehdi kimdir? İmam Mehdi Əhl-i Beyt'tendir. İslam dini yeryüzünde bərqərar olandan sonra Qədirxumda Allah birinci xəlifə təyin etdi. Xəlifə İmam Əlini təyin etdi, mənəvi xəlifə. Bu xəlifələrin axırıncısı da İmam Mehdi'dir. İmam Mehdi hakkında Kur'an'da çoxlu işarələr var. Peyğəmbər sallallahu onun hakkında çoxlu hədislər buyurub. Hədislər o qədərdir ki, o mütəvatir həddindədir. İmam Mehdi aləmin şəfasıdır. Fatimə ilə Əlinin balasıdır. Biz müsəlmanlar İmam Mehdi'ye iman getirmeli. Necə ki biz qeybə iman getirmişik. Çünkü İmam Mehdi qeybi bir məsələdir. Bunu hər kəs bilməz. Allah Kur'an-ı Kerim'de Əl-Bəqərə suresinde buyurur ki: "Ellezine yu'minuna bil gaybi." Biz müsəlmanlar qeybə iman getirmişik. Mehdi də qeybdədir və biz o qeybətə iman getirməliyik. Mehdi yeryüzüne gelecek. Yeryüzünün xəlifəsi olacak. Çünkü bu Allah'ın emridir. Allah bunu seçip, insanlar seçmeyip. Yəqin ki bu qədər əlamətlər çıxıb yaxın bir zamanda öz vəzifəsini alar, təkbirin alar, proqramın alar ve Müslümanları bir araya getirir. İnşallah.